Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve sahbihi ecma'in. Ve ba'd. Allahümme allimna ma yanfa'na ve enfa'na ma alamtana. Allahümme şehre sadri ve yessirle emri ve vahlul uqdeten min lisan yefqahu qavli. Deməli, belə bir sual var. Bugünkü Azərbaycan məscidlərində və namaz qılına bilərmi, qılına bilməzmi? Yəni sualına qardaş cavab verdiniz. Lakin bugün Azərbaycanda iki mötəbər, yəni tanınmış əhl-i-sünnət məscidi olaraq tanınan iki məscid vardır. Birinci məscid Lərci məscididir, ikinci məscid isə Qobustanda olan məsciddir. Qobustan Cümə məscididir. O məscid yəni hər kəsin tanındığı, yəni müsəlmanların da tanıdığı bir məsciddir. Qobustanda onun ilk öncə 6 orada mədrəsə var idi və sonra isə mədrəsə yoxa çıxdı. Hansı səbəbdən bağlandı, yəni belə deyək. İndi isə hal-hazırda bu məsciddə cümə namazı qılınmaqdadır. Həmçində Lərci məscidində. İnşallah ki, bizim bu məsələ haqqında görüşümüz budur ki, bu məscidlərdə istər cümə namazı olsun, istər 5 vaxt namaz olsun və ya istər nafilə namazlar olsun. Bu məscidlərdə namaz qılınar və cümə namazda qılınar, 5 vaxtda namaz qılınar, hər hansı bir sıxıntı yoxdur. Yəni ora çünki küfrə və şirkə harama dəvət etmədiyinə görə, bidata dəvət etmədiyinə görə o məscidlərdə namaz qılmaqda hər hansı bir sakınca yoxdur inşallah ki. Qaldı ki, o məsciddəki imamların arxasında namaz qılmaq məsələsinə, məsələn, mən o imamlar haqqında deyəcəm budur ki, mən imamları tanımıram və məsələn, bildiyim qədəri ilə Lərci məscidində də olan bir imamdan danışırlar ki, onun müsəlman olduğunu və insanları tövhidə dəvət etdiyini bilirəm. Yəni, əgər tövhidə dəvət etdiysə, İslamla müsəlmanların birliyinə, şirkdən və küfürdən və onun bəraətinə, tağut və onun tabiçiliyində olanlardan bəraətini bildirirsə, yəni normalda insanları tövhidə dəvət edib şirkdən və küfürdən çəkindirirsə, yəni bu imamların arxasında namaz qılmaq caizdir. Lakin, məsələn, bir yönü var ki, yəni bu gün Azərbaycanda və ya ki, Darül-Küfrdə cümə namazı farzdırmı, farz deyilmi? Biz cavab olaraq deyək ki, Darül-Küfrdə cümə namazı farz deyildir, lakin cümə namazı qılına bilər. Cümə namazı qılına bilər və müsəlmanların, əgər belə bir imamı varsa, onun arxasında cümə namazı qılmaq caizdir və hətta mən irəli belə təklif irəli söylərəm ki, müsəlmanlar gedib qılmasında bir sakınca yoxdur və qılsınlar. Və müsəlmanlar ən azı İslamın şiarını yaşasınlar, İslamın şiarları insanlara yəni bəyan etsinlər. İmkan varsa, yəni bu fürsəti dəyərləndirsinlər. Belə məscidlərimiz varsa, bu məscidlərdə cümə namazı qılmağını inəsinlər, dəyərləndirsinlər, İslamla müsəlmanların birliyini artırmaq üçün. Lakin bunun bir şərti var. İmama inanacaqsınız, imamın etiqadına güvənəcəksiniz, imamın pərdə arxasında olan etiqadına inanacaqsınız, yəni güvəndiyiniz bir insan olmalıdır. Və əgər onun yəni zahirən, məsəl üçün, bir çox məsələləri müvafiq olaraq danışması, yəni illa da güvənc anlamına gəlməz. Sadəcə olaraq, yəni ən önəmli məsələ bugünkü imamlar, etiqadlıların yanaşı, onlara bizim güvənməyimizdir, yəni etibar etməyimizdir, əqidələrinin sağlam olan inanmamızdır. Çünki, məsələn, bir çox müşvəqabatda məscidin imamı bildiyiniz qədər var idi və o çox, yəni hər kəs tərəfindən tərifləndi. Lakin biz zaman sonra məscid bağlandığı zaman öz küfürünü, öz şirkini qusdu yəni. Öz küfür və şirkini qusdu ki, biz indiyənə qədər belə inanmışıq. Amma halbuki insanlar gedib ona sorulduğu zaman ki, La ilahe illallahdır, müşrik toplumun olmasıdır, Darüslam, küfür məsələsidir, tağut məsələsi və s. ona gedir, soruldu. Yəni o bizlərin vermiş olduğu kimi insanlara fərd-fərd cavab verirdi, yəni fərd-fərd cavab verirdi. Ümumdə bazən də ola bilər ki, fərqli danışırdı. Və insanlar da onun bu danışıqlarına nə eləmişdi? Allah'ın onu tövhid əhli sahib önə təqdim etmişlərdi. Lakin zaman keçdikdən sonra, o məscid bağlandıqdan sonra və artıq onu jurnalistlər, yəni suallar soruşduğu zaman, yəni bir çox məsələlər, yəni küfür və şirk məsələləri ağzından daşdı və hər şeyin əslində biz müsəlmanıq və müsəlman qanunlarını istəyirik. Eyni zamanda bizim də qanunlarımız zaten İslam qanunlarıdır, lakin həmçinin İslam qanunları zidd deyildir və s. və s. Yəni küfürlər ağzından qusdu və küfürlərinin qəlbində olan nifaqını, etiqadını ortaya çıxartdı. Yəni onların əqidəsi bundan ortaya çıxdı. Zaten önceden deyilmişdi, yəni bu insan nədir? Sağlam insan değildi. İşte siz bu günləri, yəni bu tabi olduğunuz imamlara tabi olun,
Ama akidelerini araştırın. Onların her şeyini bilmeniz lazımdır. Çünkü kıyamet günü Rabbin Celle Ala diyor ki her bir topluluğu insanlar öz imamlarıyla Allah'ın huzuruna çağıracaklar. Ve siz öz imamlarınızı tayin edin, öz imamlarınızı seçin. Bakın görün dininizi kimlerden öğrenirsiniz ve bakın görün dininizi kimlerden alırsınız. Ve ben mesela evveline qayıdıram. Zikretiniz inşallah ki mescidlərdə namaz qılmaq caizdir. Ben o imamların mənim əlimdə olan küfrünü və şirkini görməmişəm. İnsanlardan eşitdiyim onların Müslüman olması ve İslam'a insanları dəvət etmesidir. Başka bir şey inşallah görməmişəm. Lakin her zaman Müslüman yani inancında, etikadında yani titiz davranmalıdır. Ve birbirimize de yani nəsihət etməliyik. Eğer orada problem varsa onu ortadan kaldırmak, o problemi çözmek mümkünse o problem de çözülsün. İnşallah ki benim diyeceğim bu mesele hakkında budur. Lakin burada bir meselenin qeyd edeyim sizə ki, altını dizərək ki, bu gün Müslümanlar birbirlerini bu meselede kınamamalıdırlar. Efendim sen cümeye gelmirsen, sen farzı terk edirsən. Yani bu meselelerde tartışma olmaz. İsteyen geçsin, kılsın, isteyen kılmasın. Yani bizim görüşümüz budur. İsteyen kılabilir, isteyen kılmayabilir. Lakin bu meselede tekfirleşme olmaz. Bu meselede tefsikle yani fıskla birbirimizi fıskla ittiham etmemiz doğru olmaz. Həmçinin bu meselelerde birbirlerimizi yani aşağılamak da yaxud da ki mezhep dışı etmək, yaxud da ki efendim 3 tane cümənin namazını bırakan münafik hükümün altına gelir, yaxud da ki digəri ki sen kafirin arkasında namaz kılsan, sen de bundan dolayı kafirsən, bilmediğin insanın arkasında namaz kılsan ve yaxud da ki farz olmayan bir şeyi özüme farz edirsən, sənin zöhr namazını senden kalkır, sen dolayısıyla bir ədətən qəsdən namazı terk edirsən. Yani bu meselede tartışılmaz, bu meselede tartışılmak caiz değildir. Elhamdülillah. Yani kimi üyeyi isteyirse geçsin kılsın, üyeyi istemezse geçsin kılmasın. Bu da dediğim için bugün İslam ve Müslümanların İslam alametlerinin, şiarının yani nedir ortaya çıkarması için bir sebeptir. Allah subhanahu teala sizler bu meselede doğrunu bilip batilden de uzak durmanızı nasip eylesin. Yani bu benim aciziyene bir kanaatimdir. Yani çalıştığım kadarıyla yani adaletli oldum. Her şeyin doğrusunu ise Allah subhanahu teala bilir. Ve özünüzden de ve ailenizden ve diğer Müslümanların da birliğinden nedir? Həmişə müğayət olmalısınız ve İslam'la Müslümanların akidesini korumalısınız. İslam'a zarar getirmekten de uzak durmalısınız. Ve ahru davana elhamdülillahi rabbil alemin.